Selamünaleyküm. Son günlerde Ruslar da paylaşır, bizimkiler de paylaşır. Eyni vaxtda bir neçə daha program açmaq üçün bizimkiler de paylaşır deyir ki, müəyyən qədər pul istəyirlər də bunu düzəltməyə görə. Adi bir şeydir də, yəni göstərirəm. Yəni yüngül var anlaşılan adama izah da edə bilərəm öz eləsin. Ya anlaşılan olmayan adam nə vaxtsa bu tərəflərə yol düşəndə, yəni onun üçün düzəldə də bilərəm. Burada qeyri-adi bir şey yoxdur. Adi proqramda tutaq ki, bax girdim, Waze-ə girdim. Waze açıram, qoyuram bir qırağa. Allah belə tutaq gedirik Altağaca. Qoşduq. Mən hazıram. Bəs siz? Getdik. Tutaq ki, Yandex'dən mən istifadə edirəm çox. Yandex'i açdım. Qoydum bunu da bir qırağa. Burada da girdim YouTube'a. Bu da okuyuyorsun burada. Lazımdır bir tane program açsaq, ne bileyim. Yani private açsaq ki, kliplərə də baxmağa tutaq ki. Bunu da arasını koyuyoruz da, koyduk bu ikisinin ortasına. Tutaq ki, burada bunu istəyirik. Yani kime vacibdirsə bunu, yani anlayışı varsa izah edə bilərəm. Yani çətinlik çəkirsə, yani çoxları bilir də mən Sumqayıtda qalıram. Nə vaxtsa yolu düşsə bura gələr, yəni onun üçün də quraşdıra bilərəm. Burada qeyri-adi bir şey yoxdur.